Əgər siz də ən kədərli vəziyyətinizdə belə göy qurşağına baxarkən gülümsüyürsünüzsə, ya da ən sevincli anınızda səmadakı qara bulud əhval-ruhiyyənizi pozursa və hər şeyin necə belə ani dəyişdiyi sizə maraqlı gəlirsə, ekrana biraz da yaxın əyləşin. Ümidvarıq ki, bu süjetlə bütün suallarınıza cavab tapacaqsınız. Bugün sizə rənglərin insan psixologiyasına təsirindən danışacağım. Kainatda mövcud olan hər şeyin bir rəngi var. Dənizin mavisi, bitkilərin yaşılı, günəşin sarı, qırmızı tonları və digərləri. İnsanın görüb qəbul edə bildiyi rənglərdir. Rənglərin psixoloji təsiri insanda meydana gətirdiyi hisslərlə bağlıdır. Hər rəng insanda fərqli duyğular oyadır. Bəzi rənglər insanı sakitləşdirərkən, bəziləri həyəcanlandırır. Bəziləri özgüvəni artırarkən, bəziləri insanda ruh düşkünlüyünə səbəb olur. Elmi araşdırmalara görə rənglər mərkəzi sinir sistemində müsbət ya da mənfi duyğu oyandıran enerji yaymaqdadır. Yaşıl. 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 Təbiətin rəngi olmaqla yanaşı hüzuru təmsil edir. Buna görə də sakitləşdirici bir təsiri var. Eyni zamanda özgüvənin və azadlığın simvoludur. Kırmızı. Qırmızı. Kırmızı. Qırmızı. Kırmızı. Qırmızı. Qırmızı. Qırmızı, həyəcanı və hərəkəti sevənlər bu rəngi seçir. İnsanın özünü daha enerjili və hərəkətə hazır hiss etməsini təmin edir. Mavi. 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 Mavi, düşüncələrində saf və açıq olanların rəngidir. Sakitləşdirici təsiri var. Ancaq soyuq rəng hesab olunur. Qara. 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 Qara, özündə güc və hirsi əks etdirir. İşığı rədd edən bu rəng ölüm və kədəri simvollaşdırır. Ağ. 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 Ağ, təmizliyin, insanlığın və məsumiyyətin ifadəsidir. İnsana müsbət enerji ötürür. Bənövşəyi. 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 Bənövşəyi özünə güvən və azadlıq duyğularını hərəkətə keçirir. Yaradıcı və ruhi xüsusiyyətlər daşıdığından sənətin rəngi hesab olunur. Çəhrayı. 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 Çəhrayı ən romantik və narın rəngdir. Eyni zamanda sakitləşdirici bir təsiri var. Araşdırmalar göstərir ki, bu rəng insanı sakitləşdirir, ürəklərini yumşaldır. Rənglərin insan üzərindəki təsiri ruhi və sinir xəstəlikləri başda olmaqla müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Maraqlıdır, bəs görəsən müsbət nəticə əldə olunurmu? Rənglərlə müalicə bu daha çox psixoterapiyaya aiddir. Köməkçi vasitə kimi istifadə edirlər. Belə bir testlər var, Lüşer testləri da. Orada belə bir məqam var ki, siz rəngləri seçirsiniz, arzuculuğuna, ən çox xoşunuza gəldiyinizdən, ən xoşunuza gəlmədiyinizə qədər. Və hər rəngin öz mənası var. Məsələn, otaqdır, otağı müəyyən rənglərə boyayırlar və təbii ki, həmin pasiyentə deyirlər ki, sən bir məsələn 15 dəqiqə, 20 dəqiqə, yarım saat oturmalısan o otaqda. Belə bir üsullar da var. Hər rəngin təsiri var insana və bunu eksperimentlər də göstərir. Məsələn, hansısa bir iş yerini belə deyək də, fabrikadır, zavoddur, hər tərəf qırmızı rəng rənglənsə, insanda o məhsuldarlıq, produktivlik, belə deyək də 10% artır. Amma o rəngi adaptasiya gedəndən sonra, uyğunlaşma gedəndən sonra olduğundan 20% aşağı düşür. Hər rəngin həyatımıza özünə məxsus təsiri var. Əlvan rənglər bizi sevindirir, amma tutqun rəngləri sevməyi də bacarmalıyıq. Çünki rəngbərəng həyat istəyiriksə, bu tabloda bütün rənglərə ehtiyacımız olacaq. Fərqi yoxdur, o rəngləri sevirik ya yox.